Hə, gözlə. Yaxşı. Belə başlayaq da videoya. Tamam. Dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bu videonun adı iflasdır. Və bu video içərisində sizə bu məhsullardan danışacağım. Bu məhsulları mən dizayn eləmişəm, mən ortaya çıxartmışam və mən istehsal eləmişəm. Və nə üçün mən iflas qoydum bu videonun adını? Biraz yaxına çəkin. Okey. Və bu videoda həm fəlsəfi şeylər olacaqdı, həm biraz praktiki şeylər olacaqdı. Öz həyatımdan danışacağım və ən əsas da bu produktlardan danışacağım. Bu məhsullar haqqında söhbət edəcəm. Bunları qoyaq bura, dursunlar burada. Dostlar, mən artıq 10-cu ildir ki, Fransada yaşayıram və heç bir zaman öyrənmə istəyimi, öyrənmə həvəsimi, ondan sonra inkişaf eləmə həvəsimi itirməmişəm. Uşaq kimiyəm. Harda nə görürəmsə onu öyrənmək istəyirəm, gedirəm, araşdırıram, maraqlanıram. Ondan sonra orada yeni nələrsə vardısa, bacarıqlar vardısa mən onu öyrənməyə çalışıram və 2023-cü ildə də mən bir şəxslə tanış oldum. Həmin o şəxs mənə bir internet üzərindən dropshipping eləməyi öyrətdi. Və mən başladım, fikirləşdim, düşündüm, məhsul ortaya qoymalıydım. Mən məşq eləməyi çox sevirəm və bu tipli şeylərdən də istifadə edib jim eləyirdim. Fikirləşdim ki, yaxşı mən bunu eləyirəmsə, elə bax bundan istifadə eləyib, yəni bu əlimdə olan bacarıqdan istifadə edib belə bir dənə paralel qol düzəldim də. Paralel qol düzəldim. Adını da qoymuşdum Eji Eşki Cemalov. Öz adıma markalaşdırım. Yəni hamısını elədim. Elədikdən sonra 2023-cü ildə mən bu məhsulu satışa qoydum və hardasa il yarım çox qəşəng getdi. Bu malı mən çox yaxşı satmağa başladım və təsəvvür eləyin ki, bu mal satılan vaxtı Belçikada, bütün Belçikada bu mal həmin bu kateqoriyada ən yaxşı, yəni ən birinci seçilmiş mal idi. Yəni o dərəcədə. Kommentlər yaxşı gəlirdi, müsbət şeylər gəlirdi və plus da bu malın içərisinə həmişə mən xüsusi gözəl sözlər qoyurdum. Xüsusi nə bilim hədiyyələr qoyurdum və belə şeylər. Yəni hardasa il yarıma qədər bu satdı. Bunun satması da mənim müəyyən borclarım var idi, müəyyən kreditlərim var idi. Onları ödəməyimə kömək oldu. Sonra belə bir şey baş verdi. O bilirsiniz də Yəmən tərəfdə terrorçu qruplar falan vardı. Nə bilim yolu kəsmişdilər, Qırmızı dənizdə yolu kəsmişdilər. Nəysə də siyasi, politik hadisələr və s. hamısı, jeopolitik hadisələr hamısı üst-üstə gəldiyi üçün mənim malları Çində istehsal elətdirirdim. Bir dostumla işləyirdim, Çində yaşayır. Oradan bura gəlməsi və s. və ilaxır hamısı başladı çox pul tutmağa, daha artıq pul tutmağa və sonra mənim rəqiblərim çıxmağa başladı və mən çox işlədiyim üçün də, indiki işimdə çox işlədiyim üçün başımı şey deyə bilmədim. Buna çox verə bilmədim vaxtımı və nəticədə nə baş verdi? İflas elədim. İndi iflas elədim sözünü mən gülümsəməklə deyirəm. Nə üçün gülümsəməklə deyirəm? Çünki bu iflas mənə demək olar ki, heç bir negativ, emosional təsir eləmədi, psixi təsir eləmədi. Eyni zamanda maddi də təsir eləmədi. İndi bunun səbəbini mən sizə izah eləməyə çalışacağam ki, niyə görə həmin bu iflas mənə mənfi təsir eləmədi? O mənfi təsir eləmədi mövzusuna gəlmədən öncə bir şeyi də qeyd eləmək istəyirəm ki, həmin bu malları mən necə eləyirdim? Çində hazırlayırdılar. Hazırladıqdan sonra göndərirdilər. Mənim burada anbarım vardı. O anbara göndərirdilər. Göndərdikdən sonra bunu mən avtomatikləşdirilmiş bir sistemdə satışa qoyurdum. Satışa qoyduqdan sonra yəni mən özüm heç bir şey eləmirdim. Orada avtomatlar özləri hazırlayırdılar. Poçta verirdilər. Göndərirdilər və yəni mənim əlim dəymirdi də mala bildiyiniz. Yəni bu malların özləri axırıncı ikinci maldır. Onları da götürmüşəm özümə. İndi bunları da hədiyyə verəcəm kiməsə. Yəni vəziyyət belə idi. Hardasa dediyim kimi də il yarım yaxşı getdi. İndi mən iflas məsələsinə danışım. İflas məsələsinə gəlim. Bunun adını iflas qoydum. Çünki daha nə dərəcədə ciddi olduğunu izah eləmək üçün. İflas odur ki, siz hər hansı bir proyektə
qol qoyursunuz. Proyekt budur. Proyektə qol qoyduqdan sonra irəliləyirsiniz. İrəlilədikdən sonra görürsünüz ki, sizin səyləriniz heç bir nəticə vermir. Oradan gəlir falan qazana bilmirsiniz. Nəyiniz vardısa, nəyiniz yoxdursa hamısını satırsınız. Elə ki, ucuz qiymətə işi bitirirsiniz. Buna iflas deyirlər. Yəni mənim elədiyim şey də budur. Və yəni bu işdən tamamilə çıxdım. Əlimi çəkdim. Yəni 100% də əlimi çəkdim. Bu da indinin söhbət deyil, bir neçə ay əvvəl olubdu bu söhbət. İndi prosto vaxtım oldu danışmaq üçün, paylaşmaq üçün. Bəs yaxşı, bu iflas eləyən adamlar adətən çökür. İflas eləyən adamlar adətən yıxılır. İflas eləyən adamlar adətən çox belə psixolojik əziyyət çəkirlər. Və mən niyə bu əziyyəti çəkmədim? Bunu izah eləmək istəyirəm sizə. Mən bayaq da dediyim kimi özümü inkişaf elətdirməyi heç bir zaman dayandırmıram. Müxtəlif sahələrdə özümü inkişaf elətdirirəm. Müxtəlif sahələrdə mükəmməl olmağa çalışıram. Heç bir zaman mükəmməl deyiləm, amma mükəmməl olmaq üçün hər gün çalışıram. Yəni hər gün, bu istisnasız hər gün çalışıram. Çalışdığım üçün də bacarıqlarım artır. Bacarıqlarım artdığı üçün də mən müxtəlif sahələrdə irəliləyə bilirəm. O da o deməkdir ki, mənim əgər bir tərəfdən yolum kəsilirsə, digər tərəfdən mənim yolum daimi vardır. Çünki mən özümü inkişaf elətdirirəm. İnkişaf elətdirməyi heç bir zaman dayandırmıram. Ona görə də həmin bu işin əlimdən çıxması, həmin bu iflas mənim üçün biraz çətinlik törətdi. Amma digər bacarıqlarım əlimdə olduğu üçün mən başqa yolla irəliləməyə davam elədim. Demək olar ki, psixoloji, maddi heç bir ziyan çəkmədim. Bircə də müsbət tərəfi o idi ki, bunu işləmədən elə bir şey. Demək olar ki, heç bir şey işləmirsən, avtomatik pul gəlir. Avtomatik pul gəlir. Yəni budur. Məsələ budur. Bu işdən tamamilə çıxmışam. Bacarıqlar məndədir. Gələcəkdə müəyyən qədər kapitalım olandan sonra, gələcəkdə müəyyən daha yaxşı bir produktu özüm hazırlaya bildikdən sonra yenə bu işə təbii ki, girə bilərəm. Bunun mənfi tərəfi orasındaydı ki, mən bu produktu Çində hazırladırdım. Çində hazırlatdığım üçün müəyyən qədər pul verirdim adamlara. Ondan sonra onu poçtla göndərmələri və s. zırtı pırtı hamısına pul verdiyim üçün mənim buradan marjım çox olmurdu da, qazancım, faizim çox olmurdu. Amma əgər mən bu tipli produktu özüm hazırlaya bilsəydim, bu tipli produktu mən öz evimdə hazırlaya bilsəydim və yaxud da burada Fransada kiməsə hazırlada bilsəydim, biraz ucuz qiymətə, mən məsələn iflas falan eləməzdim. Yəni məsələ budur. Məsələ budur ki, burada indi fəlsəfi məndən nəticə çıxardıram özüm üçün. Heç kimə türklər demişkən, məsləhət vermək mənim həddimə deyil. Naxçıvan ləhcəsinə həddimə deyil. Və özüm üçün çıxardığım nəticə nədir? Nəticə budur ki, heç bir zaman bircə dənə sahəyə daimi olaraq güvənmək olmaz. Daimi olaraq güvənmək olmaz. Daimi olaraq özünüzü özümü inkişaf elətdirməliyim. Özünüzü demirəm, özümə deyirəm bunu. Özümü daimi olaraq inkişaf elətdirməliyim. Dayanmadan, sərhədsiz, ölənə qədər. Hansı peyğəmbərdə elə bir şey deyir, beşikdən qəbrə qədər elm, belə bir şey vardı. Yəni bu budur. Ölənə qədər inkişaf eləmək lazımdır. Bacarıqlarını inkişaf elətdirmək lazımdır. Dil öyrənirsən, Çin dili öyrənirsən. Mən başlayacağam Çin dili öyrənməyə. İngilis dilini inkişaf elətdirirəm. Nə bilim, İspaniyada yaşamaq istəyirəm, İtaliyada yaşamaq istəyirəm. Fərqli bacarıqlar vardı internet üzərində, onları inkişaf elətdirirəm. Və bütün bu inkişafın da nəticəsi odur ki, mən hər hansı bir işə qol qoyanda, bu tipli tutaq ki də, bu produkt, bu mən bilmədiyim bir şeydir. Bu tipli işə mən qol qoyanda özümə güvənirəm. Bacarıqlarıma güvənirəm ki də, mən tutaq ki, bu işim alınmasa, mən buradan pul itirirəm də. Bu şeyləri, produktları mən ortaya çıxartmaq üçün adama hardasa 5000 avroya qədər pul ödəmişdim. Bu pul da mən çətinliklə qazanıram. Asan pul deyil. Amma mən öz bacarıqlarıma güvəndiyim üçün deyirəm ki, daha tutaq ki, mən əgər bilirəm ki, bu iş alınmasa, mənim başqa bir bacarığım vardır ki, o pulu mən yenidən geri qazanacağam. İflas eləsəm də geri qazanacağam və mən qorxutmur. Budur. Bacarıqlarını şaxələndirmək lazımdır. Bacarıqlarını şaxələndirdikdən sonra da yeni işlərə qol qoymaq lazımdır. Bir dənə bizim həyatımız vardı. Təsəvvür eləyin ki, mən bu proyekti ortaya qoymaq istəyirəm. Amma qorxduğum üçün
Bu proyekti mən ortaya qoymuram. Bəs hansı həyatda mən bunu eləyəcəm? Hansı həyatda eləyəcəm? Bir dənə həyatım vardı. Onun üçün də həmin o bir dənə həyatın içərisində mən bunu elədim. Çox xoşbəxtəm, çox fəxr edirəm ki, mən bunu elədim. Yenə çox xoşbəxtəm ki, iflas elədim. Bu iflasın daxildə nə yaratdığını mən hiss elədim. Gələcəkdə mən kiməsə söhbət eləyəndə deyə bilərəm ki, fəxrlə. Belə bir iş gördüm, iflas elədim. Ondan sonra yenidən ayağa qalxdım. Hə, yəni budur. İndi bunu da aparıb uşaqlar vardı, məşq eləyirlər. Onlara verəcəyəm ki, hədiyyədir də istifadə eləsinlər. Belə dostlar, bu videonun rezümesi odur ki, həyat gözəldir. Həyatda yıxılan da, qalxan da olur. Ən əsası odur ki, yıxıldığın yerdə qalmırsan. Gücünü toplayırsan, ayağa qalxırsan və yıxılmaqdan qorxmamaq lazımdır. Hər hansı bir proyekt vardısa beyninizdə, onun altını doldurun və irəliyə gedin. Altını doldurun deyəndə nə nəzərdə tuturam? Özünüzü o qədər şaxələndirin, inkişaf elətdirin ki, bilin ki, bu iş işə yaramasa, altınız dolu olacaqdır və ayağa qalxa biləcəksiniz. Belə dostlar, iflas videosu da bu qədər idi. Özünüzə yaxşı baxın, hələlik, sağ olun.